Futbol üzrə Avrokuboklardakı yeganə təmsilçimiz Qarabağ UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir. Köhnən növbəti sınağı İtaliyada Napoliyə qarşı olacaq. Buna qədər Ağdamlılar qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsi çərçivəsində çıxdıqları 4 maçın ikisində qələbəyə sevinib, bir oyunda sülh bağlayıb və bir görüşdə uduzublar. Rəqib isə əksinə hesablarında 2 məğlubiyyət, 1 qələbə və 1 heç-heçə var. Avropa nəhəngləri ilə bir sırada yer alan komandamız 7 xalla 15-ci pillədə qərarlaşıb. Avropada at oynatmağa davam edən Qarabağ səfərdə tək olmayacaq. Klubun mətbuat xidmətindən verilən məlumata görə 1000-dən çox azarkeş komandanı dəstəkləyəcək. Ancaq 12-ci oyunçunun dəstəyi tribunadan məhdudlaşmır. Onlar hər yerdə sevimli komandalarının yanındadılar. Hesab təxminən belədir ki, Qarabağ minimum hesabı olsa da, yəni qələbə qazanacaq. Yəni qətiyyən bir azarkeş olaraq, yəni Qarabağın məğlubiyyətini düşünmürəm. Hər şey yaxşı olacaq. Qarabağ futbol klubu Tatal taktik sistemdən oynayır. Yəni bu Tatal taktik sistemdən oynadığı üçün hamısı qol vura bilər. Çətin olar, bəli. Yəni xanım, psixoloji nəzəriyyə ilə düz eləyirsiniz. Qəribçilikdə, İtaliya dövlətində, soyuq mövsümdə, bəli, bunlar hamısı nəzərə alınır. Bəli, indi mən bugünkü görüşə aidiyyəti üzrə mən inamla izah edirəm ki, Qarabağ qalibkar olacaq, mənim fikrimcə. Məncə Qarabağ ən azı bir xal çıxarılacaq. Yəni, çünki orada çox zədəli, əsaslı qapıçıları zədəlidir. Yəni, bizim üstünlüyümüzdür. Düz bizdə biraz problem ola bilər ki, Kadi zədəlidir, amma yenə də düşünürəm ki, bir xal çıxarılacaq Qarabağ. Chelsea ilə bərabərə qalmışıqsa, Napolini ən azı məncə 3-2 uda bilərik. Yəni, hətta biraz atmosfer təzyiqinə görə, İtaliyaya səfərdə olduğumuza görə ola bilər ki, yəni ya 1-0 ya da ki 1-1 də ola bilər, yəni mənim fikrimcə. Məncə çətin olacaq bu oyun, yəni mən elə gözləyirəm. Səfərdə olacaq, yəni. Bir də ki biz Chelsea ilə 2-2 qalmışıq, amma məncə Napolini 2-1 udacaq, yəni. İtaliya çempionu isə 4 xalla 24-cüdür. Bu görüş Qarabağın ilk 16-da qalmağı üçün vacib oyundur. Elə Napoli də qarşılaşmada bütün gücünü ortaya qoymalıdır. Çünki kollektivin mövqeyi qənaətbəxş deyil. Növbəti mərhələyə keçmək üçün Qarabağı məğlub etməlidir. Tabii Napoli maçı çok kolay bir maç olmayacak. Bunu herkes biliyor. Napoli'nin de bana göre son şanslarından biri. Onun için maça taraftarıyla, futbolcusuyla müthiş hazırlanacaklar. Ama ben Qarabağ'ın orada her zamanki gibi hem çok iyi oynayacağını hem de artık bu gruptan, Şampiyonlar Ligi grubundan çıkma adına çok kritik bir maç oynayacağını biliyoruz. Belki de en zor deplasmanlardan birine gidiyor. Maç deplasmanda olduğu için biraz daha zor geçebilir. Rakip takımın, taraftarın baskısı olur atmosferiyle. O yüzden beraberlik bence iyi bir skor olabilir. Eğer bu geçen maçtaki Chelsea'ye karşı olan maçtaki performansı sergilerseler ilk 16'ya girme potansiyelleri var. Bu başarının sebebi bence sahada takım haliyle birlik olmaları ve bunu dışarıya yansımaları. Napoli kendi dominant oyununu Qarabağ'a maçın ilk dakikalarından itibaren hissettirmeye çalışacak. Üstün oynamaya çalışacak ama burada Conte'nin de çok gelişi güzel ataklar yapacağını ve hücuma çıkacağını düşünmüyorum. Çünkü karşısında gerçekten etkili hücumlar yapabilen ve iyi organize olan bir takım bulacak. O yüzden hem savunmada kontrollü hem de hücumları da sürekli hale getirmeye gayret edecek. Burada herhalde maçı izlerken şunu düşüneceğiz. Evet, top sürekli Napoli'de ama ayağına topu aldığı anda da çok tehlikeli olan bir Qarabağ takımı izleyeceğiz. Ben böyle düşünüyorum maçı. Qeyd edək ki, Diego Armando Maradona stadionunda reallaşacaq maç Bakı vaxtı ilə gecə saat 12-də start götürəcək. Qarşılaşmanı Polşalı Hakimlər Briqadası idarə edəcək. Oyunun baş hakimi Şimon Marcinyev olacaq.